Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrafil enbiya ve mursalin. Seyyid Muhammed ve ala alihi ve ashabihi ecmaîn amma ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, biz keçən məclisimizdə bəzi məsələləri toxunduq. Şeyx İmam Bərbəhəri. O məsələlərdən biri ticarət məsələləri idi. Ticarət məsələləri yadınızdadırsa, şərtlər var. Şərtlərdən nə idi? Yadınızdadır şərtlər ticarətdə. 8 şərti vardır. 8-ə. Yəni 7 də deyirlər, 8 də deyirlər. Birinci şərt nədir? Gərək razılıq ola. Yəni razılıq ola həm satan, həm alan. Razılıq yəni məcbur etmək lazım deyil. Aydındır, məcbur olmaz. Yəni öz xoşu ilə razı olmalıdır. İkrah altında ticarət eləmək olmaz. Yəni məcbur eləmək. Sonra dedik, həddi bula çatan, yəni ağlı yerində olan. Ondan nə çıxır? Yəni dəli əgər dəli alsa nəsə, satsa, ticarət düzgün deyil. Və ya səfih, ağlı yoxdur, yəni ayıra bilmir işlə. Və ya məsələn, uşaq, hansı ki ayıra bilmir. Onu da ticarət nə almaq, nə satmaq düzgün deyil. Əgər ayıra bilmirsə işlə. Və həmçinin də içkili adam. İçkili adam tutaq ki, nəsə satsa, nəsə alsa, o ticarəti şərtindən deyil. Ola bilər içkilidir, özündə deyil. Aydındır, səhi. Bəzi alimlər deyib ki, içkili sayılır ticarət. Amma səhi inşallah budur ki, sayılmır. Çünki Maiz radiyallahu anhu, hansı ki zina eləmişdi, Maiz radiyallahu anhu gəlib Peyğəmbər sallallahu aleyhi ve sellem yanına. Deyir ki, zina eləmişəm. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, bəlkə necə olur, bəlkə belə, bəlkə sən elə gəlir. Sonra onlardan, şərhlərdən biri deyir ki, bəlkə baxın, bəlkə içib. Deməli, içki içən etirafı qəbul olunmur. Aydındır. Yəni, birinci gərək razı ola, hər iki tərəf, ikinci, yəni elə həddə çata ki, ticarəti səhi sayılsın. Sonra həmçinin gərək nəyisə satırsan, onu müştəriyə verə biləsən və müştəri ala bilər. O da şərtdir. Çünki birdən deyirsən ki, uçan quşu satıram. Bu necə tutacaq onu? Və ya burada 2 dənə balıq var göldə, sənə satmışam, satıram sənə. O qadir deyil, onu götürmüyor onu oradan. Ona görə, yəni ticarətdə var, bir şeyi almaq üçün imkan olmalıdır. Həmçinin şərtlərdən dedik ki, qiymət aydın olmalıdır. Qiymət. Və həmçinin nəyə alırsan aydın olmalıdır. Bəzi alimlər bax bunu, bu yeri bir sayıblar. Ona görə deyiblər 7-dir ticarətin şərti, alış-verişdə. Şərt 7-dir. Bəzi alimlər buna ayırıb. Deyib ki, qiymət ayrı olmalıdır, bu ayrıdır və həmçinin də nəyi alırsan aydın olmalıdır. Yəni, məchul şey olmaz. Yəni, mən satıram, nə satırsan? Məlum olsun. Aydındır, qardaşlar. Sonra və həmçinin şərtlərdən gərək satdığın şey sənin olmalıdır. Yəni, başqasının, məsələn, malın neysə, sata bilməzsən. İcazəsi olmasa. Gərək özünün malı olmalıdır. Aydındır. Və həmçinin şərtlərdən gərək faydalı bir şey olsun. Məsələn, haram şey olmasın. Məsələn, içki satmaq haramdır. Ticarətdə şərtlərdən ki, gərək icazəli olan bir şey olsun. Həmçinin dəqiq olmalıdır. Yəni, asıllı olmamalıdır neysə. Məsələn, tutaq ki, mən sənə maşın gəl satım, amma Ramazanda verəcəm. Bəlkə Ramazanca qalmayacaqsən. Aydındır. Yəni, bu şərtlərdir.
bəzi şərtlər ticarətin hansı ki məşhurdur, 7 və ya 8. Və lakin bu ticarətdə olan şərtlərdir. Və həmçinin ticarəti içində də bəzi şərtlər var. Bəziləri qəbul olunur, bəziləri yox. Qəbul olunanlar hansıdır? Məsələn, hansı Quran sünnəyə müxalif deyil. Onlar qəbul olunur. Məsələn, tutaq ki, gəl müştəri, satıcı deyirsən ki, mən bunu səndən alıram ancaq bir şərtlə. Bunu gətirəcəksən evimə. Şərt qoyub. Olar belə şərt? Olar. Yəni, şəriyyətə müxalif deyil. Əgər razılaşsa, deyəcəksən, hə, mən bunu satıram sənə, amma bir şərtlə. Mənə evimə gətirəcəksən. Bu, artıq ticarəti içində şərtdir. Olan da bəziləri, əgər Quran sünnəyə müxalif deyilsə, olar. Aydın qardaşlar, bu qıssa keçdiyi saldı. Sonra Şeyx İmam Bərbəhəri rahimehullah buyurur, 90-cı məsələ, 89-da Şeyx deyir ki, rahimehullah, bəs iman gətiririk ki, Əhlüsünnə və Cəmaət iman gətiririk ki, Allah Taala Peyğəmbər sallallahu əleyhi və səlləmə ümmətində nə olacaq bəzi şeylər deyib qiyamət gününəcən. Qiyamət gününəcən. Sonra ondan sonra 91-ci məsələ deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ümməti üçün nə deyib? Dediyi məsələlərdən biri deyir ki, قال المؤلف رحمه الله واعلم أن رسول الله صلى الله عليه وسلم قال ستفترق أمتي على 73 فرقة كلها في النار إلا واحدة وهي الجماعة قيل من هم يا رسول الله قال ما أنا عليه اليوم وأصحابه. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisini getirir İmam Bərbəhəri. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, ümmətim 73 yerə bölünəcək. Hamısı cəhənnəmli idi birindən başqa. Dedi ki, o cəmaatdır. Dedilər ki, ya Rasulallah kimdir? Dedi ki, kim mənim və mənim sahabələrimin yolundadır və olar. Təbii ki, bu hədis məşhurdur və hədis səhihdir. Bəziləri zəif edib bu hədisi. Lakin hədis səhihdir. Çoxlu yollarla səhih dərəcəsinə inşallah çatır. Və burada Peyğəmbər sallallahu aleyhi ve sellem ümməti barədə nə olacaq xəbər verib. Və Peyğəmbər sallallahu aleyhi ve sellem düz deyib. Burada 73 firqə, yəni əqidə cəhətindən bölünməkdir, qəsd olunur. Yoxsa belə fiqh və s. başqa cür, onlar çoxdur, sayı yoxdur, bilinmir. Hələm çıxmaqda da davam edir. Amma 73 yer əqidə cəhətindən. Və Peyğəmbər sallallahu aleyhi ve sellem qeybi bilmirdi. Bir dənə nə o məsələni ki, Allah Taala ona bildirirdi. Ondan başqa. Çünki qeybi Allahdır bilən. Həmçinin hədisdə, necə görürsünüz, Peyğəmbər sallallahu aleyhi ve sellemcə hədis idi. Ümməti üçün, haqq yol üçün, haqq yolun bəyanı üçün. Deyir ki, birindən başqa, sahabələri ümmətinə bildirir ki, o biri hansıdır? Deyir ki, mənim və sahabələrin yolundadır. Burada Şeyx Fovzan Hafizullah buyurur ki, ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem və Quran və sünnə nəhy eləyib bölünməyi əmr edib cəm olmaq. Kitab və sünnə sələf fəhmində. Allah subhanahu teala buyurur ki, وَاَنَّ هَذَا صِرَاطُ مُسْتَقِيمًا فَاتَّبِعُوا وَلَا تَتَّبِعُوا السُّبُلِ فَتَفَرَّقَ بِكُمْ عَنْ سَبِيلِهِ. Sonra şeyh buyurur ki, Hafizullah, وَلَا يَجُوزُ التَّفَرُّقُ وَالْاِخْتِلَافِ تَبْعًا لِلْأَهْوَى. Yəni, hər kəs öz havasına görə bölünmək olmaz. Ya təqlid, atalara və ya babalara təqlid etməklə bölünmək olmaz. O, başqalarına təqlid etməklə. Xüsusən də əqidə məsələlərində bölünmək olmaz. Sonra şeyx deyir, amma ixtilaf fil məsəl fiqhiyyə fəhədə yaxsul. Amma fiqhi məsələlərdə fərq ola bilər. Fərq olar bilər. Lakin, şeyx deyir, vacib olan nədir? Gərək dəlilə qaydasan. Hətta fiqhi məsələdə birdən bölünmə oldu, nəsə, dəlilə qayıtmalısan. Dəlil həll eləyir, nöqtəsini qoyur məsələdə. Yox, dəlilə qayıtmasaq bölünmə olacaq və həll olunmayacaq. Ona görə Allah Taala şeyx gətirir ayəni.
Allah Teala buyurur: "Fəin tənəza'tum fi şey, fərudduhu ilallahi və rasul." Əgər bir şeydə ixtilaf etsəz, qaytarın o məsələni Allah və Rasulunun hökmü ilə həll edin. İn kuntum tu'minuna billah vel yevmil axir. Əgər Allaha və axirət gününə inansırsınızsa, zəlikə xeyrun və əhsanu təvilə. Deməli, şeyx buyurur ki, Şeyx Fovzan, əqidədə ixtilaf eləmək olmaz. Çünki əqidə təvqifidir. Yəni, əqidə necə gəlib o cürdür. Yəni, iştihad məsələsi yoxdur orada. Amma fiqdə ola bilər iştihad məsələsi. Ola bilər. Şeyx buyurur ki, Hafidullah, Şeyx Fovzan, lakin indiki, görürsən, bəzən indiki zamanədə eşidirsən bəzilərindən ki, bu onun rəyidir, bu da onun rəyi, gəl hamı qalsın öz rəyində. Dini məsələdə. Şeyx deyir ki, bu müsəlmanların yolu deyil. Bu bidət əhlinin yoludur. Şəhvət əhlinin, bidət əhlinin yoludur. Və sonra şeyx buyurur ki, orada Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o bir firqə hansıdır? Cənnətə düşən, dedi, cəmaat. Şeyx deyir ki, Hafidullah, cəmaat əsas odur ki, sən haqq üzərində olasan. Sayla deyil cəmaat. Tək olsun, haqq olsun, sən cəmaatsan. Yəni, şeyx deyir ki, Hafidullah, bəziləri baxır, burada məsələn, tutaq ki, 10 nəfərdir, orada 11 nəfər deməli, onlar düzdür. Və ya orada 15 nəfərdir. Hələ baxır, amma hələ düzgün deyil. Baxma lazım dəlillərə, əsaslara. Yox, çoxluğa, azlığı yox. Aydındır, bu da, qardaşlar, mühüm deyil. Çünki bu əsaslarda, qardaşlar, özünüz də bəzilərində görürsünüz ki, azanlar var. Bəzən görürsən, haqq deyilir, lakin deyir, yox, orada adam çoxdur. O, baxmır dəlillə. Nə deyilib, hardan gəlir. Sadəcə deyir, yox, orada adam çoxdur, oraya gedəcəm. Onu deyirlər, yaxşı yol. Sonra şeyx buyurur 91-ci məsələ. Qaləl müəllif rahimehullah, həkədə kənəd din fi xilafəti Umar ibn Xattab radiyallahu anhu, əl-cəmaatu kulluha. Və həkədə fi zəməni Osman. فلما قتل عثمان رضي الله عنه جاء الاختلاف والبدع وصار الناس أحزابا وصاروا فرقا فمن الناس من ثبت على الحق عند أول التغيير وقال به وعمل به ودعا الناس إليه. طيب. Sonra Şeyx Rahimullah deyir, ixtilaf ümmətdə nə vaxt başladı? Əbu Bakır gəldi, Osman gəldi, Ömər gəldi. Ömərin vaxtında belə demək olar ki, heç nə olmadı. Əbu Bakır çətin vaxtı götürdü xilafəti. Çətin vaxtı götürdü. Peyğəmbər sallallahu aleyhi ve sellem vəfat eləmişdi. Vəfatı çox təsirlədi. Lakin Ömərin vaxtında belə şeylər heç nə olmadı. Sakitçilik idi. Sadəcə qullardan biri Öməri Fars idi, öldürdü Öməri. Çünki Ömər olan ateşini söndürmüşdü ona görə. Sonra gəldi Osman. Ona görə Öməri çox xoşlamırlar olar. Yəni, sahabələrin içində ən çox söyülən və s. Ömərdir, radiyallahu anhu. Əli ibn Əbi Talibin kürəkəni. Heç bilmirlər özləri ki, Ömər əlinin qızını alıb onu Kulsumu. Qaçırmayıb. Alıb, cində öldü. Tappaca da öldü. Həqiqətən alıb. Sonra Osman gəlir. Osman vaxtında başlayır ixtilaf. Xavariclər çıxır. Xavariclər çıxır, bidətlər başlayır yaranmağa. Xavariclər gəlir, etiraz edir Osman'a, deyirlər, sən qohumlarımı qoymuşsan, sonra belə. Osman deyir, hamısını düzəldirəm. Sonra, lakin onların məqsədi nə idi? Çıxmaq. Buna baxmayaraq Osman radiyallahu anh öldürürlər. Fitnə başlayır Osmandan sonra. Hətta Muaviyyə ilə Əlinin arasında Siffeyn döyüşünün səbəb Osman olur, Osman qatilləri. Sonra deyir, müsəlmanlar bölündülər. Yəni, burada göstərir Şeyx Rahimullah, müsəlmanlar haçan başladı bölünməyə. Osmanın qətlindən sonra. Ona görə
Osmanın qətli böyük hadisə idi. Hətta Kərbəladan böyük idi. Kərbəlanı sadəcə bir firqə şişirdib. Şişirdiblər, süni şəkildə. Amma əslində ən böyük zərbə müsəlmanlara Osmanın qətli oldu. Çatladı, yəni bölünmə başladı. Necə Şeyx Fozan da deyir. Gəldi İbn-i Səudə, Abdullah İbn-i Səba, Yahudi və s. Gəldi Mədinəyə, sonra Osmanlı vaxtında başladılar Osmanlı söyməyə. Və başladılar, sonra getdi Misrə, sonra Misirdən gəldilər. Xavariclər Misirdən gəldilər. Misirdə idi əsas. Hətta Ömər Qarisi göndərmişdi oraya, getdi ki, xavaric oldu. Getdi, xavaric oldu, əlini öldürən oldu. Tayyib. Ona görə şeyx deyir ki, rahiməllah, hafizəllah, vacib olan gərək o zəlalət əhlindən özümüzü qoruyaq. Özümüzü qoruyaq və onlardan çəkindirək. Və bu onu göstərir ki, hakim barədə danışmağın nəticələri, hakimə qarşı çıxmağın nəticələri. Və şeyx deyir ki, rahiməllah, və adamın xuruc alə vəlatul umur, bu onu göstərir ki, hakimə qarşı çıxmaq olmaz. Hətta əddaşsalar belə, və in zalemu, hətta zülm etsələr, və in fəsəqu, hətta fisk etsələr, mələm yusallu, ta o vaxta gedər ki, namaz qılırlar. Mələm yusallu ilə həddin əl-kufr sarih. Fikir verir. Şeyx deyir ki, burada incə məsələyə toxunur. Deyir, birdən namaz qılmasa, əgər açıq aydın küfür həddində, yəni açıq aydın küfür həddində deyənmir ki, namaz qılması qutardı. Yox, namaz qılmasa ilə həddil kufr sarih. Yəni, inkar eləsə fərzliyin. Ona işarə eləyir şeyx. Onu işarə eləyir. Hətta ondan sonra da, hüccət çatandan sonra, sübut olunandan sonra, aydındır, lakin yenə çıxmaq olmaz. Hətta kafir olsa belə hakim, çıxmaq olsa da onun şərtləri var. Onun şərtləri var, o şərtlərə baxsan, yəni görəcəksən ki, şərtlər ağırdır. Çünki nə üçün nəticəyə baxın. Birdən alınmasa, nə olacaq? Ona görə şəriət insanların məsləhətini daha üstün sayır. Əmin-amanlığı daha üstün sayır. Aydın qardaşlar. Və şeyx də burada İmam Bərbəhəri qeyd edir ki, fitnə nə vaxt başladı bölünmə? Osmanlı qətli. Sonra şeyx Rahimullah burada 92-ci məsələyə toxunur. İnşallah gələn məclisimizdə davam edərik onu. Davam edərik. Neçə məsələ idi? 170. 172. Hələn var. Allah İmam Bərbəhəriyə rəhmət eləsin. Allah bizə işin faydalarını etsin. Selamun Aleyküm.